Endokrin xəstəliklərdə analizlər çox çeşidlidir. Çünki endokrin sistem, endokrin xəstəliklər çox geniş profillidir və endokrinologiya bütün təbabətlə əlaqədardır. Burada ən vacib tələb olunan analizlər, rutin biokimya və analizlər xaric qan şəkərinin yoxlanılmasıdır. Glikohemoqlobin dediyimiz 3 arıq şəkərin göstəricilərinin yoxlanılmasıdır. İnsulin rezistentliyini araşdırmaq üçün insulin, diabetli xəstələrdə insulin rezervini bilmək üçün C-peptid analizidir. Lipid profili, qan yağlarının mütləq şəkildə araşdırılması, böyrək qaracıq testlərinin yoxlanılması çox önəmlidir. Tiroid hormonlarının baxılması, xəstənin şikayətlərinə görə dəyişən, xüsusən qadınlarda menstrual sikl pozulmaları varsa, cinsi hormonlara, seks hormon profilinin yoxlanılması lazımdır. Kişilərdə testosteronun baxılması, hipofiz hormonlarına bağlı, boy qısalığına bağlı, xüsusən uşaqlarda böyümə hormonunun baxılması, IGF dediyimiz analizin baxılması çox vacibdir. Yəni endokrin sistemə aid olan analizlər çox çeşidlidir. Bəzən genetik analizlər, xromosom anomalları müəyyənləşdirmə, karyotip analizi önəmlidir. Endokrinologiyada ən vacib yerlərdən biri isə dinamik testlər tutur. Burada çox çeşidli şəkər yükləmə testindən tutmuş, dərmanlı müxtəlif testlər, böyümə hormon stimulyasiya testi, subressiya testi, deksimetrin subressiya testi, invaziv bəzən işləmlərə qədər gedib çıxa bilər. Yəni endokrinologiya çox profillidir. Hansı analizin verilməsi həkim endokrinoloqun işidir. Mütləq şəkildə həkimlə danışılaraq təyin olunan müayinə planı üzrə diaqnozun qoyulması üçün lazım olsa analizlər və ya dinamik testlər aparılmalıdır.